Salam uşaqlar. 9-cu siniflər üçün olan OTK 2024 ikinci sınağı izah edirəm. 5-ci sual. Köhnə velosipediniz var. Toz deməkdir. Toz toplayan, yəni köhnə velosipediniz var. Onu yeni parlaq bir velosipedlə dəyişin endirimlə. Xüsusi bir endirimlə, yəni köhnə velosipedinizi gətirin, tamamilə yeni, daha ucuz qiymətə velosiped alın. A variantına deyir ki, velosiped mağazası alıcılara köhnə velosipedlərini təmir etmək təklif edir. Repair təmir etməkdir. Təmir etmək təklif eləmir axı. B variantına deyir ki, köhnə velosipedlər satmaq istəyir. Velosiped mağazası xeyr. C variantında deyir ki, alıcılara təklif edir ki, öz yeni velosipedlərini satsınlar. Diqqət edin ha. To sell their new bicycles. Yəni alıcıların velosipedlərini. Çaşmayın burada. Xeyr, alıcı velosiped niyə satsın ki? D variantında deyir ki, velosiped mağazası təklif edir endirim o alıcılara ki, kim ki öz köhnə velosipedlərini verir. Bəli, D variantı. 6-cı sual. Heç boyama, yəni rəssamlıq haqqında arzulamısınız, amma cəhd eləməmisiniz. Bizim pulsuz rəssamlıq dərslərimizə qoşulun, xəyallarınızı gerçəkləşdirin. Daxilinizdəki rəssamın inner daxilidir. Kəşf edin, ekspertlərlə və s. indi qeydiyyatdan kesin filan. Əsas yerlərini yəni oxuduqda video qısa olsun deyə belə üzərindən keçirəm. A variantına deyir ki, rəssamlıq məktəbi xüsusi rəssamlıq kursları təklif edir for free, pulsuz. Bəli, cavab A'dır. 7-ci sual. Xanım və cənab və ya madam, mən sizin məktəbə qədər seçimlərinizi axtarım. 2 yaşlı övladım üçün bilmək istəyərdim ki, hansı paketlər təklif edirsiniz? Qidalama proqramı, yemək planları daxil olsun. Yəni zəhmət olmasa məlumat verə bilərsinizmi bu barədə? Bundan əlavə uşaqların yatma vaxtını bilmək istəyirəm. Həmçinin oynanılan oyunlar haqqında məlumat. Əvvəlcədən köməyinizə görə təşəkkürlər. Tezliklə sizdən eşitməyi gözləyəcəm, cavabı gözləyəcəm. A variantına deyir ki, bir valideyn məktəbə qədər də yeməklər haqqında məlumat almaq istəyir. Bəli, almaq istəyir, düzdür. Cavaba. Mətni oxuyaq. Baykal böyük bir göldür Rusiyada, hansı ki Sibirdə yerləşir. Dünyanın 7-ci ən böyük gölüdür. Həmçinin 2-ci ən böyük göldür Avrasiyada, Xəzər dənizindən sonra. Kaspiyansını yadınızda saxlayın, Xəzər dənizi. Baykal həmçinin dünyanın ən dərin təmiz suyudur. 1642 metrdə. O, Şimali Amerika böyük göllər birləşməsindən daha çox təmiz su özündə toplayır. Su çox təmizdir. Səthinə baxanda 40 metr dərinliyi görmək olur. Bu söz depth dərinlikdir. Çox duzlu deyil, amma çox duzlu deyil və az minerallar var orada. Baykal ən qədim gölüdür dünyada. 25-30 milyon il yaşı var. Bitkilər və heyvanlar orada çox zəngin və müxtəlifdir. Various müxtəlifdir, yadda saxlayın. Belə qabağıma fərqli sözlər çıxanda deyirəm. Minlərlə növ bitkiləri və heyvanlara ev sahibi eləyir. Çoxsaylı, çoxsaylı torpaq məməliləri tapıla bilər gölün ətrafında. Məsələn, qəhvəyi ayı, Avrasiya canavarı, qırmızı tülkü və s. Baykalın iqlimi, climate iqlimdir. Daha mülayimdir ətraf ərazilərdən. Göl dağlarla əhatə olunub. Sənayyelər var Baykal gölü boyunca. Mining, şaxtaçılıq, yeraltı yəni. Shipbuilding, gəmi qayırma and fisheries, balıqçılıq. Bir çox turistlər Baykal və Rusiya hökuməti elan ediblər ki, bir çox turistlər Baykala gedir və Rusiya hökuməti elan edib ki, xüsusi ekonomik zona elan etsin, iqtisadi zona elan etsin Baykalı. Ekonomik, iqtisadi. 8-ci sual. Birincisi deyir ki, Baykal minerallarla zəngindir. Xeyr, rich in minerals deyil, few minerals var. Baxın bura, az mineral var burada. Minerallarla zəngin deyil. Bir səhvdir. C, B getdi. İkinci deyir ki, Kaspiyansi, Xəzər dənizi ən böyük göldür Avrasiyada. Bəli. Çünki deyir ki, Baykal gölü ən böyük ikinci göldür Xəzər dənizindən sonra. Deməli, birinci Xəzər dənizi imiş. 2 düzdür. Yəni 7 çıxdı, 7 2 yoxdur. Üstə deyir ki, Baykal gölünün dərinliyi 40 metrdir. 40 metr göl olar. 1642 metrdir. Sadəcə 40 metr şəffaflıq görünür. 3 səhvdir, ona görə cavab oldu D. D-də deyir ki, çoxlu endemik yayılmış bitkilər var Baykal gölündə. Bəli, var. Belə bir cümlə var idi, endemik söz də var idi. 9-cu sual. Mətn nə haqqındadır? A-da deyir ki, Baykal gölündə olan bitkilər və heyvanlar. Xeyr. Ancaq bitkilər və heyvanlardan danışmadı. B variantında deyir ki, yəni biz ümumi cavab seçməliyik də demişəm sizə. B variantında deyir ki, ən dərin təmiz sulu göl. Bəli, bu ümumi cavabdır. 10-cu sual. Baykal gölü dağlıq ərazidə yerləşir. Bəli, deyir ki, ətrafında dağlar var. Elə A olar yəqin. B-də deyir ki, böyük göllər Baykaldan daha çox təmiz su tutur özündə. Xeyr, bu dedik səhvdir. C-də deyir sərt iqlimi var. Severe sərtdir. Xeyr, mülayim iqlimi var idi, bayaq dedik. D-də deyir ki, qütb ayılarına ev sahibliyi edir. Polar. Qütb ayıları qütbdə yaşayır da, yəni şimal qarlı bölgələrdə. Baykal gölündə nə işləri var? Y-də deyir ki, duzlu su Baykal gölünün nadiridir. Duzluluğu azdır. Ona görə duzlu su onun xarakterizə edən bir şey deyil. 11. Baykal gölünün ətrafında yaşayan heyvanlar. 3-sə yazıb only mammals. Demişəm ki, çox vaxt only olan cavablar səhv olur. Yalnız məməlilərdir. Xeyr. A, B, D çıxdı. İndi baxaq 2-4 yoxsa 1-4. 4 deməli düzdür. Bəli, qəhvəyi ayı, qırmızı tülkü və s. 1-də deyir ki, yalnız bu region üçün, əksəriyyəti yalnız bu region üçün olan heyvanlardır. Məncə belə idi. Found everywhere, hər yerdə tapılan heyvanlar deyildi. 2-də deyir found everywhere, hər yerdə yəni görülə bilən heyvanlar deyil, burada yaşayanlar. Cavab 1-4. 12-ci sual. Yəni only həmişə səhv olmurmuş da, bəzən də doğru olurmuş. Bir dənə qaydaq istəyirsiniz mətnə baxaq. Görək burada heyvanlarından nə deyir?
Bəli. Deyir ki, many of them are endemic. Onların əksəriyyəti yerlidirlər. Yəni ancaq bura məxsusdular da o mənada. Qaydırıq biz 12-ci sualımıza baxırıq. Hansılar mətn haqqında düzgündür? 1. There are hardly any fish in Baykal. Baykal gölündə balıq yoxdur. Hardly cümləni inkar eləyir. Səhvdir bu. Var idi məncə yazmışdı. 2-də deyir ki, Baykal dünyadakı ən böyük göldür. Bəli. 3-də deyir ki, Baykal gölü turist mərkəzidir. Bəli. 4-də isə deyir ki, ekonomik zona elan edilib Baykal regionu. Yox, yaradılıb Baykal zonasında. Yaradılmayıb, məncə elan edilib. Bir dəqiqə qayıdım baxım. Qayıtdım, mətnə baxdım. Birinci doğru deyilmiş. Birinci doğru deyil də. İkinci doğru deyilmiş daha doğrusu. Dünyadakı ən böyük yox, ən dərin göldür. 1-dən 2 doğru deyil, 3-dən 4 doğrudur. 3-də deyir ki, turist mərkəzidir. Bəli. 4-də isə deyir ki, Baykal regionunda ekonomik zona yaradılıb. Bəli. Deyir ki, Rusiya oranı ekonomik zona elan edib. Təzə mətni açmadım, dayandırıb qayıdıb baxdım. 13-cü sualda. Qrammatik sualda nəhayət ki, gəldi. Birinci nöqtələrdən sonra isim yoxdur. İyəli əvəzləri istəmir. Biz burada nəyə əsasən qoyuruq? Şəxs əvəzliyinin adlı xalı, yəni məsələn burada B və D variantları, cümlənin əvvəlini gəlir şəxs əvəzliyinin adlı xalı, xəbərdən əvvəl gəlir, mübtəda olur, tamamlıq ola bilməzlər. Bura tamamlığın yeridir. Çünki mübtəda aydır, xəbər lavdır, tamamlıq boşdur, B ilə D ola bilməz. Qaldı bu birlər. Bu birlərdən it ola bilməz. Niyə? Söhbət klassisdən gedir. Klassis cəm isimdir. It onu əvəz edə bilməz. Aynen Y qaldı. Keçdi ikinci tərəfə. İndi isə nöqtələrdən sonra xəbər gəlir. Yəni xəbərdən əvvəlki yer boşdur. Yəni şəxs əvəzliyinin adlı xalının yeri boşdur. A-nın C-nin ikinci tərəfində it və Z adlı qaldı. Amma yəni klassisdən söhbət gedir, cavab A olur. It əvəz edə bilmir onu. 14-cü sual. All of the floor were used. Nəyə baxırıq? Floor sayılmır, undur. Xəbər necə ver ola bilər? Ver cəm xəbərdir. Birlər getdi burada. A, B, C, Y. Bunlar buna görə getdi üçü də. 2-də deyir a good pair of scissors is not easy to find. Deməli, of-dan əvvəlkinə baxırdıq. Pair tək isimdir. Yox, pair özü cüt deməkdir. Mənası cütdür, bir cüt. Yəni 2 dənədən söhbət gedir. Yenə də bunun xəbər tək ola bilməz. Are not olmalıydı. 3-cüdə a lot of food choices. Choices cəm isimdir. Word cəm xəbərdir, düzdür də. 4-də a basket of orange. Keçən sınavların izahında demişdim ki, cümlədə söz önü varsa söz önündən əvvəlki ismə baxırıq. Basket tək, was tək, düzdür. 3-4. 15. Mike and Wilson's project. Baxın, deməli mən deyirdim ki, burada sonuncu ismə baxın, görün cəmlə əvəz eləyək, yoxsa təklə. Mike and Wilson's project, projektə baxırıq, sonuncu isim, altına xətt çəkilən sonuncu ismə. Layihə tək isimdir. Deməli biz bunu Z ilə əvəz eləyə bilməliyik. B getdi, D də getdi. İkinci tərəfdə isə deyir ki, my colleagues, apostrof S var. Deməli bu yəli yalda olmalıdır bu söz. Və isimsiz yəli yalda. Niyə? Mən bunu buradan çıxarsam, orada isim qalmır axı, isimli qoyum. Anda her yazıb isimlidir. C-də his yazıb, Y-də ours yazıb. Y qoya bilmərik. Ours isimsiz olsa belə Y qoya bilmərik. Niyə? Çünki deyir mənim kollegam. Kollega yəni iş yoldaşıdır. Bu ya kişidir ya qadındır. Ona görə C olacaq. Bizim demir ki, mənim və filan kəsin, mən də deyim ki, hə bizim. Bizim olması üçün onun içində mən də olmalıyam. Məndən danışmır, deyir mənim kollegam. Cavab C. 16-cı sualın birincisi. Hannah is one of those people who like to read comic books. Who-dan əvvəlki mübtəda, sonuncu isim people-dır. People-un xəbəri cəm olur. Bəli, cəmdir. Like cəmdir, düzdür. Hardan bilirəm cəmdir? Feillərin sonunda S olanda feil təkli olur. Yoxsa deməli cəmdir. Bir olanlar saxlayırıq. B, C, Y aynen de getdi. İkincidə the number of. The number of-dan sonra cəm isim tək xəbər gəlməliydi. Grow tək deyil axı. Bunun qaydasını yazmışdıq. A number of üstə gəl cəm isim cəm xəbər. Z number of üstə gəl cəm isim tək xəbər. Gross olmalıydı. 2 də çıxdı. Qaldı B ilə Y. Üçüncüdə də neighbors on my street demand police protection. Neighbors, mübtəda budur, qonşular. On my street'ə fikir verməyin. Söz önündən əvvəlki ismə baxırıq. Neighbors cəm, demand cəm. 3 düzdür. 4-də each of-dan sonra cəm isim tək xəbər gəlməlidir. Xəbər tək deyil, cəmdir. 4 səhvdir. 17-ci sual. Of var burada. Bilirik ki, evro of-la işlənmir. 5-lər rahat çıxsın. B ilə D getsin. No of sözü yoxdur. 6-lar da çıxsın. Cavab qaldı A. 18-ci sual. The police are looking. Polis cəm mübtəda, ar cəm xəbər. Düz. B-də və D-də bir yoxdur. Çıxartdıq. 2-də each of-dan sonra nə gəlirdi? Cəm isim, tək xəbər. Gəlməyib tək xəbər. Response olmalıydı. B variantı da getdi. Qaldı. A variantı da getdi də 2-ni çıxartdıq. Sonra nələr qalıb bizə bir olan? B-ni çıxarmışdıq onsuz. C ilə D qaldı. Y qaldı daha doğrusu. 3-də people who listen to that music is few. Səhvdir. Niyə? Bağlayıcının əvvəlkinə baxırıq. Who-dan əvvəl nədir? People. İnsanlardan danışır. Bu tərəfinə baxmayın. Who listen to that music. Yəni söz önü var. Gedək əvvəlki ismi axtaraq. Burada bir dənə isim var. O da people-dır. Cəm isimdir. Bu niyə təkdir? Is. Tək xəbərdir.
Ona görə bu səhvdir. 4-də the woman tək, walks tək. Yəni 4 düzdür, 1 4. 19. Angela's cat hurt. Nöqtələrdən sonra isim var, foot var. İsimli yəli əvəzliyi. A yəli əvəzliyi deyil, B də deyil, Y də deyil. Qaldı C, D. Geçsək ikinci nöqtələrə. İkinci nöqtələrdə C variantında gəlib it. İt şəxs əvəzliyidir. Ya xəbərdən əvvəl gəlib mübtəda olmalıdır, ya xəbərdən sonra gəlib tamamlıq olmalıdır. Bu heç biri deyil axı. Nə xəbərdən əvvəldir, nə xəbərdən sonradır. Bunun orada nə işi var? Deməli, it is'dir. It is almost better now. İndi daha yaxşıdır. Dırdır, durdurdu, it is. Yəni D. Sonra 20-ci sual. 20 volunteers. Cəm xəbərdir görür. Cəm isimdir volunteers. Cəm xəbərləri axtaraq. Bir dənə adı. Is tək, was tək, has been tək. Will'in də yanında be olmalıdır. Will be. Cavaba. 21. What is sold? Clothes shop. Baxın. Clothes'a görə çaşmayın. Clothes shop'dan danışır. Söz birləşməsi olanda sonuncu ismə baxın. Paltar mağazası. Shop'dan söhbət gedir. Təkdirmi? Təkdir. A cəmdir, C cəmdir, Y də cəmdir. Qaldı bunlar ikisi. D və B. Düşdük aşağıya. No one deyə bilməz. Suala məntiqlə düz cavab olmur. Deyir ki, paltar mağazasında nə satırlar o paltar mağazasında? Sən də deyirsən ki, heç kim satmırlar. İnsan deyil axı heç kim onu satsın. Əşya deyil axı satsınlar. B variantını qoyuruq. Hər şey satırlar. Sonra ardıcı deyir ki, nə istəsən ala bilərsən. 22. Yenə mübtəda xəbər uzlaşması. A-da biz demişik ki, 2 dənə sayılmayan isim, normalda sayılmayan isimlərin xəbəri tək olur da, 2 dənə sayılmayan ismin xəbəri cəm olur. Amma is təkdir. Sugar sayılmır, flower sayılmır, is təkdir, cəm olmalıydı. B-də men var. Axtarıq bunun xəbəri hanı? Gives. Səhvdir. Give olmalıydı. S-li xəbər tək xəbərdir. C-də most student face. Student səhvdir onsuz da burada. Mostdan sonra cəm isim gəlir. Sayılanlar cəm gəlir də, yəni. D variantında Jack's first days in the infantry were tiring. Bəli. Söz birləşməsidir bax bu boyda. Jack's first days. Jack'in ilk günləri. Günlər. Cəm isim. Were cəm xəbər. Düz. Y-də isə people cəm isim. Knows tək xəbər. Səhv. 23. A friend of. O söz önüdür. Söz öndən sonra, nöqtələrdən sonra isim yoxdur. İsimli yəli əvəzliyini götürək. B getsin. Sonra qalanları hələ qalsın. Düşə görə aşağıda bizə kömək edən bir şey var. So I gave her. Nöqtələrdən sonra yenə isim yoxdur. Ümumiyyətlə cümlənin sonudur. Şəxs əvəzliyinin adlıq halları olmaz. A-nın və Y-nin ikinci tərəflərində Z var. Adlıq hallardır bunlar. Deməli, B-ni çıxartmışdıq. Qaldı D və C. İndi baxaq. D qoya bilmərik. Deyir ki, mənim, burada başa düşməliyik burada. Sənin dostun raketini unutmuşdu. Ona görə də mən özümkünü ona verdim. D-ni qoysaq deyir, onları verdim ona. Nəyi verib? Bilinmir axı, onları verdim yox, özümkünü verdim. Kiminkinsə verib ki, geyinsində. 24. Yəni, raket cəm olsaydı biz də zəm yaza bilərdik ən azından. 24-də academicians. Baxın, apostrofu tuturuq. Baxırıq. İsim özü cəm isimdir. Mən burada basıb saxlaya bilmirəm, reaksiya çıxır. Cəm isimdir. C variantı zis təkdir. D-də z təkdir. Bunlar getsin. Qaldı A, B, Y. Heç cümləyə baxmadan. A-nın ikinci səhvinə baxın, it. B ilə D-nin ikinci səhvinə baxın, ikisi də zeyzey. Deməli, bunlar heç biri deyil. Niyə? Çünki zos onlardır, zis bunlardır. Mən burada göstərici yoxdur. Over here, over there. Nə bilim ki, onlar deyir, bunlar deyir. Deməli, bunlar ikisi səhvdir. Cavab A-dır. Başqa bir qayda ilə izah eləsəm, akademiklərin tədqiqatından danışır. Tədqiqat tək isimdir deyə it də tək olur. Z-lər cəmdir. 25. Was tək xəbərdir. Biz buna uyğun isim qoymalıyıq. A lot of-dan sonra sayılmayan isim gələ bilər. Ona uyğun tək xəbər 2 ola bilər. B-də 2 yoxdur, D-də də 2 yoxdur. Çıxartdıq. 4 məsələn ola bilməz. A few pieces. Pieces cəm isimdir, was tək xəbərdir.
A'da 4 var. B'də də 4 var. Sonra yenə qaldı C ilə Y. 1, 2 demək ki düzdür. Yox, 2 demək ki düzdür. 5 ilə 1-ə baxırıq. 5-ə baxaq. Some paper was used. Some'dan sonra sayılan cəm gəlir, sayılmayan gəlir. Gəlib də paper sayılmayan. Niyə səhv olsun? 5 düzdür. 1-ə baxaq. A 100 piece. Burada səhvlik var. 100-dən sonra cəm isim gəlməlidir. Piece necə gəlib? Pieces olmalıydı. Ona görə 1 səhvdir. Cavab qaldı. 1-ləri çıxartdıq, 4-ləri çıxartdıq, Y qaldı. Bu qədər. Başa düşmədiklərinizi yenə soruşun.